Hugh Glass və onun xəzləri axtaran ekspedisiya qrupu hindlilər tərəfindən hücuma məruz qalır. Ələ keçirilənlərdən yalnız bir neçə nəfəri qaça bilir. Artıq hər şey geridə qalır. Onun tərəf müqabili aktyor Tom Hardy'nin ifa etdiyi Fitzgerald'dır. Ayı Hugh Glass'ı yaralayandan sonra Fitzgerald onun yarı hindi oğlunu öldürür və Hugh'u ölmək üçün meşədə tək qoyub gedir. Lakin o sağ qalır. Bu, Amerika çöllərində tək qalan insanın intiqam hissi və dözümlülük haqqındakı hekayəsidir. Rejissor Inarritu filmdə DiCaprio'nun gücünü nümayiş etdirir. O cəmi bir neçə kəlmə işlədir, lakin o soyuqdan donmasını, kədərini, hiddətini, yəni bütün emosiyalarını yalnız hərəkətləri və gözləri ilə nümayiş etdirir. Bunları etmək çox çətindir. Oscar mükafatına layiq görülən DiCaprio'nun qələbəsi əlbəttə ki, rejissor Inarritu'nun gözəl və sərt təbiətlə daxil edilməklə özünə məxsus üslubu olmadan tamamlanmazdı. Alejandro'nun məqsədi poetik bir hekayə yaratmaq idi. Burada insan ruhunun qələbəsini görmək olur. Biz Hugh Glass'ın sağ qalmaq üçün çəkdiyi acıları və mübarizəni görürük. The Revenant filmi mənəvi səyahət və Inarritu'nun nümayiş etdirdiyi kimi planlaşdırılmamış mənzərə təsviri bağışlayan görüntü əslində dondurucu temperaturda Kanada qayalıqlarında ustalıqla çəkilən bir filmdir. Biz saatlarla yol getdik, geyim və qrimə uzun zaman sərf etdik. Günorta saat 3-dən sonra oralar qaranlıq olur. Beləliklə, yüzlərlə əlavə kadr çəkmək üçün bizim cəmi bir saat yarım vaxtımız qalırdı. Filmin ana xətti ata ilə oğlun arasındakı güclü bağdır. The Revenant-da 19-cu əsrin Amerikasını və ağdərililərlə yerli hindular arasındakı münasibəti görmək olar. Vaşinqtondan Nərminə Cəlal qızı, Amerikanın səsi.